Yoldaşlar salam, hər birinizi yenidən xoş gördük. Advanced Level IFRS video dərs paketimizdə 21 nömrəli standartdan qaldığımız yerdən davam edirik. Ə, Maraqlı bir mövzudur. Mövzumuz monetar aktiv və öhdəliklərlə bağlıdır. Monetar aktiv və öhdəliklərlə bağlı həm birinci cild IFRS gözlüyü kitabımızda, həm də ikinci cilddə daha geniş məlumatlar var. Bu çoxu İkinci cild kitabımızda da görəcəksiniz. Amma video dərs formatında özümdən də eşitməyinizdə fayda var. Deməli, monetar aktiv və öhdəliklərin nə olduğunu əvvəlcə izah edəcəm. Daha sonra nəyə görə bunlar lazımdır? Yəni, bunlar məzənnə fərqində bizim nə işimizə yarayır? Deməli, dostlar, biz qeyd elədik ki, məzənnə ilə bağlı hissədə önəmli olan məqam ondan ibarətdir ki, biz əməliyyatı ilk dəfə əməliyyat tarixindəki məzənnə ilə söhbət xarici valyutadırsa, məsəl üçün Azərbaycanda biz uçotu manatla aparırıqsa, əməliyyat da manatlansa, təbii ki, orada məzənnədən söhbət gedə bilməz. Amma əməliyyatı dollarla aparıram və ya avro ilə, manatdan fərqli başqa bir valyutada aparıramsa, istər-istəməz məzənnə məsələsi ortaya çıxır. Və əməliyyatın baş verdiyi tarixdə, burada məzənnədə 3 dənə məzənnə var. Biz bunları fərqləndirməliyik. Bir, əməliyyatın baş verdiyi tarixdəki məzənnə, buna deyirlər historical rate və ya transactional rate. Buradan görəcəksiniz dostlar. Deməli, əməliyyatın baş verdiyi tarixdəki məzənnə nədir? Bir, il sonundakı məzənnə. Bir də il ərzindəki ortalama məzənnə. Bütün ümumiyyətlə bu standartın mahiyyətində bu 3 dənə məzənnənin istifadə edilməsi ilə uçot əməliyyatının aparılması nəzərdə tutulur. Və bu baxımdan diqqətli olmalıyıq. Deməli, monetar aktiv keçən dəfə də izah eləmişdik ki, o aktivlər sayılır ki, burada biz sadəcə zamanın keçməsini gözləyirik ki, həmin aktivlər pula çevrilsin. Nümunə göstərəcəyik. Öhdəlikdə də nədir? Heç bir şey eləmədən sadəcə zamanın keçməsini gözləməklə bizdən pul çıxmasını gözlədiyimiz öhdəliklərə deyirlər monetar öhdəliklər. Bunun kənarında olan şeylər qeyri-monetar aktiv öhdəliklər sayılır. Və bu niyə önəmlidir? Çünki məzənnə məsələsində həmin əməliyyatları il sonunda yenidən məzənnə hesablayıb hesablamayacağımıza və ya o əməliyyatla bağlı sonraki tarixdə, mütləq deyil il sonunda olsun, dövr ərzində həmin əməliyyatla bağlı yenidən bir şey baş verə bilər. Bu zaman növbəti məzənnənin ona təsir eləyib eləməyəcəyi sual işarəsidir. Əgər əməliyyat, maddə, element qeyri-monetar aktiv və qeyri-monetar öhdəlikdirsə, o zaman ilk tarixdən sonra, əməliyyatın baş verdiyi tarixdən sonra başqa bir məzənnə əməliyyata təsir eləməməlidir. Yəni, sonradan olan məzənnə dəyişiklikləri bizi maraqlandırmır. Amma monetar aktiv və öhdəlikdirsə, həm ilin sonundakı məzənnə bizi maraqlandırır, həm də il sonunda o əməliyyatla bağlı nəsə bir hadisə baş verərsə, o bizi maraqlandırır və həmin tarixdəki məzənnə bizim uçota təsir edəcək. Bununla bağlı misal göstərəcəm növbəti hissədə. Gəlin, əvvəlcə monetar aktiv və öhdəliklərə bir nümunələrə baxaq. Birinci monetar aktiv və öhdəliklərə nümunə aktivə. Bu qarışıqdır. Burada həm aktivlər var, həm öhdəliklər, monetar aktiv və öhdəliklər. Misal üçün, debitor borc. Debitor borc monetar aktivdir. Niyə? Biz malı satmışıq, müştəriyə bütün sənədlərimizi, öhdəliklərimizi yerinə yetirmişik, invoice və qayməsini göndərmişik. Sadəcə nədir? Zamanın keçməsini gözləyirik ki, bizə pul gəlsin. Buna görə də bu monetar aktiv olduğuna görə ilk tarixdə bunun apardığımız uçotla ilin sonunda bu məzənnəyə bir də baxırıq. Məzənnəni yenidən hesablayıb və buna görə məzənnə üzrə zərər və ya gəlir hesablayırıq. Bundan öncəki ikinci video dərsimizdə debitor borcdakı dəyişmə ilə bağlı və ilin sonundakı məzənnənin necə təsirini göstərmişdik. Yəni,
Bu da onu göstərir ki, monetar aktiv və monetar öhdəlik isə sonrakı məzəndə mütləq uçotda nəzərə alınacaq. Kreditor borc da o şəkildə. Bununla da bağlı nümunə göstərmişdik. Kreditor borc monetar öhdəlikdir. Çünki niyə? Biz sadəcə zamanın keçməsi lazımdır ki, bizdən pul çıxsın. Pul vəsaitinin özü, nağd pul və bankdakı hesablar, valyutası hesablarından söhbət gedir. İl sonunda məzənnə ilə yenidən baxılmalıdır. Niyə? Tutaq ki, 1 yanvar tarixində mənim 100 dollar pulum var idi. Həmin tarixdə bu 170-dir. İndi ilin sonudur, məzənnə olub 2. Mən bunu axı 1.70 ilə göstərməyim düzgün deyil. Mən bunu 200 manat kimi göstərməliyəm. Ona görə də monetar aktiv olduğuna görə il sonu məzənnə mütləq buna təsir edəcək. Və yaxud başqa bir şey, bu da monetar öhdəliklə bağlıdır. Pensiya öhdəliyi. Amma hansı pensiya öhdəliyi? Mən bunu barter əməliyyatıyla və ya nəsə əvəzində natura formasında ödəyəcəyim pensiya yox. Məndən pul çıxacaq pensiyadan söhbət gedir. Yəni pul formasında ödənəcək pensiya. Adətən pensiyalar onsuz da pul formasında ödənilir. Yəni xüsusilə vurğulayırıq ki, yəni söhbət puldan gedir. Bank krediti. Əgər mənim banka olan bank krediti də bir öhdəlikdir, kreditor borc kimi. Əgər mənim əvvələ 100 dollar borcum var idisə, mən bunu manatla 170 göstərirdimsə, ilin sonu yenə 100 dollar borcum varsa, amma məzənnə dəyişmirsə, mən bunu 200 göstərməliyəm. Əmək haqqı öhdəliyi, valyuta ilə olan. Valyuta ilə əmək haqqı öhdəliyi isə yenə 100 dollar borcum var idisə, bu 170 kimi göstərirdimsə, indi 200 olacaq. Ona görə monetar məntiqlidir da dostlar. Çünki siz bu 100 dolları verəsiniz. 100 dolları verməlisinizsə və ya alacaqsınızsa debitor borc şəklində, məzənnə dəyişibsə, mənim manat ekvivalentində onların dəyəri dəyişir. Amma qeyri-monetar aktiv öhdəliklər elə bir şeydir ki, sonradan əməliyyat məzənnə dəyişməsi heç nəyə təsir eləmir. Niyə? Çox bəsit. Əsas vəsait almışam 100 dollara. Alış tarixində bunun dəyəri 170 manatdır. Mən bu əsas vəsaitə 170 ödəmişəm. Əgər ödəməmişəmsə, deyə bilərsiniz, bəlkə ödəməmişəm, sonradan məzənnə dəyişir, o kreditora təsir edir. Əsas vəsaitin özünə mən vaxtı ilə bunu alanda 170-ə almışamsa, həmin tarixdə kurs 1.70 idisə, manatla 170-dirsə, vəssalam iş bitdi. Çünki mənim bundan sonra o əsas vəsaitin dəyərini yenidən 200 göstərməyimin heç bir mənası yoxdur. Çünki məndən o pul kimi məndən nəsə mənə pul gətirməyəcək və ya məndən nəsə pul aparmayacaq. Yəni debitor borc kimi deyil ki, deyəm ki, mənə pul gələcək. Həmin tarixdə də məzənnə budur. Ona görə mən bunu bugünkü dəyərlə göstərməliyəm. Qeyri-maddi aktivlər də elə. Qeyri-monetar olduğuna görə. Niyə qeyri-monetar aktivdir? Çünki mənə pul gəlməsi gözlənilmir. Bunların qarşısında mənə pul gəlməyəcək. Deyə bilərsiniz ki, hə, bəs bundan istifadə eləyəcəm, pul gələcək. Söhbət ondan gedir ki, monetar aktivin tərifi odur ki, sadəcə zamanın keçməsini gözləyərək heç nə eləmədən mənə pul gələcək. Amma burada nəsə eləməliyəm, axı əsas vəsaiti işlətməliyəm ki, pul gəlsin. Amma debitorda fikir verin, heç nə eləmədən məndən pul gəlir. Və ya əmək haqqı öhdəliyi, işçi işini yerinə yetirib heç nə eləmədən, sadəcə zamanın keçməsi lazımdır ki, mən o pulu ödəyim. Material da elədir. Əgər deyək ki, mal almısınızsa satmaq üçün, bunu 100 dollar almısınızsa ayın biri, həmin tarixdə 170-dirsə, sonradan məzənnə dəyişikliyi bunu əməliyyata malı təzədən 200 kimi göstərməyəcəm. Eyni şey təxirə salınmış, yəni qazanılmamış deyək. Qazanılmamış gəlirə aiddir. Kimsə bizə əvvəlcədən pul verib 100 dollar və bu mənim aldığım avansdır bir növ. Və bu avansın qarşılığında, burada çox diqqətli olmalısınız. Bu avansın qarşılığında niyə deyirik ki, alınmış avans, yəni qazanılmamış gəlir, alınmış avans deməkdir. Niyə qazanılmamış gəlir qeyri-monetardır? Niyə bunu monetar saymırıq? Axı bu bir öhdəlikdir və qarşılığında biz iş görməliyik. Məsələ ondan ibarətdir ki, mən qarşı tərəfə pul qaytarmalı deyiləm, iş görməliyəm. Ona görə bu qeyri-monetardır. Hə, yox, mənə desələr ki, mən buna pul qaytarmalıyam, onda bu monetar ola bilər. Avans da belədir. İndi bununla bağlı növbəti hissədə görəcəyik. Avans da belədir. Avans normalda qeyri-monetardır. Avans, ödədiyimiz avans aktivdir, düzdürmü? Ödədiyimiz avans normalda qeyri-monetardır. Niyə? Qeyri-monetar aktivdir. Çünki biz avansı vermişik, düzdür, qarşı tərəfə. 100 dollar avans vermişik. 100 dollar avans vermişiksə,
avansın mahiyyəti nədir? O adam bizə borcludur. Amma nə borcludur? Pul mu borcludur? Xeyr. Mənə pul mu gələcək? Yox, debitor borc kimi deyil. Mənə iş və ya xidmət göstərəcək və ya mal satacaq. Ona görə də avans qeyri-monetar aktivdir. Bu baxımdan ki, qarşında mənə pul gələcək. Amma elə avanslar ola bilər ki, mənə pul gələcək, pul forması. O monetardır. Ona görə burada diqqətli olmaq lazım. Burada some prepayments or advances yazılır. Ümumiyyətlə 90% halda və ya daha çox halda, 95% halda avans qeyri-monetar aktivdir. Amma bəzi hallar bundan sonraki dərsdə nümunə göstərəcəyik. Avans monetar aktiv də ola bilər. Monetar aktiv olanda sonraki məzənnə dəyişiklikləri təsir edəcək. Belə dostlar, ümumi mənzərə ondan ibarətdir ki, əvvəlcə aktivin və ya öhdəliyin monetar olub olmadığını bilmək lazımdır. Çox bəsitdir. Bunu biləndən sonra o ayırmaqda da əsas məqsədimiz ondan ibarətdir ki, bunları niyə ayırdıq? Çünki məzənnə fərqi monetar aktivlərə və ya öhdəliyə sonradan hesablanır, qeyri-monetarda isə belə bir şey olmur. Ümumiyyətlə bir şey deyim dostlar, mənim özüm üçün müəyyənləşdirdiyim 3 dənə önəmli sual var. Nə sualı, niyə sualı və necə sualı. Bu sualların hamısına, üçünə də cavab verə bildiyiniz halda sizdən yaxşı maliyyətçi olacaq, mühasib olacaq. Fərqi yoxdur hansı sahədəsiniz. Süni intellekt sahəsindəsinizsə o sahənin eksperti olacaqsınız. Əgər 3 suala da cavab verə bilsəz. İndi gəlin bunun nə demək olduğuna baxaq. Məsəl üçün, biz monetar aktivin nə olduğunu bildik. Sual verir. Monetar aktiv nədir? Deyək ki, bu suala cavab verdik. Niyə lazımdır? Buna da verdik. Amma necə olur? Bunun əməliyyat, müxabirləşmələri necə olur? Əgər bu suala cavab verməsəz, siz yarımçıq qalacaqsınız. Ona görə növbəti hissədə bu sualın cavabını verəcəyik. Bu 3 dənə şeyi həmişə yadınızda saxlayın dostlar. Belə növbəti videoda görüşənə qədər sağ olun.